Salam dostlar, mənim əvvəlki videolarımı izləyən bilir ki, mən ilk dəfə Amerikaya gələndə Bostona gəlmişəm və ilk dəfə evində qaldığım adam Richard'dır. Yaşlı bir Amerikanlıdır. Videonu yuxarılarda bir yerlərə qoyacağım, baxarsınız istəsəz. Evini çəkmişdim, maraqlı bir videoydu. Və hal-hazırda Los Angeles'dan Bostona həmin adamı görməyə gedirəm. Çox yaxşı insandır. Mən də sadəcə darıxmışam və hal-hazırda gedirəm onu görüm. Görüm vəziyyəti necədir. Sürpriz eləyəcəm açığı. Kiçik bir sürpriz. Hazırda aeroportdayım və 8:45-də uçuşum var. Yəni 1 saat var yəni. Belə. Hazırda Boston Logan aeroportundayım. Bu aeroporta düz 4 il əvvəl bu günü gəlmişəm. Yəni 2017-ci ilin iyun ayının 9-u gəlmişəm və bugün də 4 il sonra yenə də eyni aeroportda çiynimdə sumka Richard'ın evinə gedirəm. Hal-hazırda aeroportdan çıxmışam və shuttle basdayım, hansı ki bunlar metro South Station'dayım və Greenfield tərəfə gedirəm. Queens'ə düşməliyəm. Queens Center'da şəhərlərimizdə metro gözləyirəm. Boston metrosu üçün həqiqətən darıxmışdım. Hal-hazırda Queens Center'dayım və buradan sonuncu metrodan da düşdüm. Burada gül, olmasa bir gül alım. Los Angeles'dan hədiyyə falan almışam bu Richard'a. Amma o gülləri çox sevdiği için indi gedib bir dənə gül kağından gül də alıb buradan önce gedəcəm birbaşa Richard'ın evinə. Darıxmışdım burayı. Çiçəyimi də aldım. Artıq bir 2-3 dəqiqədən sonra Richard'ın yanına çatacağım. Və bu arada deyim ki, indi yadıma düşdü ki, mən buradan nəyə görə köçmüşəm? Havasına görə. Daha havası çox boğucu havası var, yəni çox olduqca isti və bürkülü, nə bilim. Kaliforniyada hava həqiqətən yəni bestdir məncə, yəni ondan yaxşı gözəl hava bir hava da var idi, başqa heç yerdir. Buranın havası dəhşətdir. İsti, yorucu, belə. Richard'ın evinə gəldik, çatdıq. Görək hardadır, hələ görünmür. Mən yavaşca girəcəm içəri. Şöyle hələ qapı açıqdır. Qapı açıqdır. Diska! Oh my God. Man. What are you doing here? Richard'la görüşdüm, çox sevindi, qucaqladı. Nə bilim, xeyli söhbət elədik. Bəlkə bir 2 saat dayanmadan söhbət elədik. Acımışam deyə gəldim. Boston'da ən sevdiyim yer Bravo Pizza. Queens'də bunların pizzası çox dadlı olur. Mənim çox xoşuma gəlir. Əsasən də Buffalo Chicken. Hazırda Costco'ya gəldi Richard'dan. Bu arada Boston'da başqa taxmaq məcburi deyil. Üstü daxtarı məsələ. Bu arada Costco Amerikada ən böyük wholesale, yəni topdan satış qiymətinə məhsulları satan mağazadır. Yəni ən böyüklərdən biridir desəm belki daha düzgün olur ama mən bildiyim qədərlə ən böyüyüdür. Costco'dan çıxdıq, indi gəlmişik Tractor Supply mağazaya. What? Bağça üçün məhsullar satılır, yəni
ot kəsmək üçün və ya gülləri yetişdirmək üçün gübrələr, nə bilim, yəni hər şeylərdir. Amerikada bir şey var ki, məsələn, bir çeşid, yəni bir dərmandan bəlkə 10 çeşid satılır. Yəni çeşid bölümü var. Bu arada klok alıb, yəni torba. Bu torba da lazım olduğu üçün yox, xoşuna gəldiyi üçün alıb, yəni. Bu Richard'ın belə bir xəsiyyəti var, yəni bir şeydən xoşu gəlirsə alır, yəni. Lazım oldu, olmadı. Ona görə də ev full. Ağac toxumları da satılır ya da gül toxumları. Quşlar üçün, heyvanlar üçün yem də satılır. I'll take it. Bu həyətdəki quşlar üçün alır. Quş yemidir. Quş evləri var belə. You have it, right? No, they're all broken. Oh, okay. They're this big though. They don't have that size. But this is actually a good size. Evet, soruşuram ki, yəni səndə var da, yəni ondan. Okay. I've had mine for It's like light too. 15 years. Çox yüngüldür bu. It's a rake and a shovel at the same time. Yeah. Bundan vardı, qırılıb amma. Çox yüngüldür bu arada, belə görünməklə deyil bu arada. Sadəcə 300 qram, bəlkə də yarım kilo olar yəni. To get the eggs? Yeah, little chicks. Oh, okay. Bu şey... Çox güman ki... Balaca yumurtadan cüzə götürmək üçündür. What's this one for? Well, I think I have people will run outside with little clippers. I needed something like this. Oh, okay. I only got a little one. Hə, I don't buy this. əşyaları qoyub daşımaq üçündür bu. Tabii belə mənasız şeylərə pul verir. 20% off. Yəni heç mənasız şeydir yəni. Okay, cool. Dolu da özlərində bundan. Ya bundan nə? Good one. You don't need it, right? Huh? You don't need it. Yes, I know, but it's a chipmunk. No, man. Shut up. Chickens? This must be like a fire. I have no idea. Alov üçün olmalıdır. Hə, alov üçün. Yəni içində nəsə yandırmaq üçün. This one? Yeah. On Amazon? I could throw that outside on my patio, Yeah. and they eat it all. They don't leave any shells behind or any mess behind. Really? So, how many There's pounds no, is it? There's no shells on it, so I see, it's clean. So whatever is in the bag is edible. There's 40 pounds of sunflower seed that I get for $17. Well, probably 30 pounds are actual sunflower meat. Meat? The rest of it is the shell around the sunflower seed Oh, that the birds leave behind. Yeah, that's true. This is clean. Bunlar üçün alan yemi Amazondan almaq daha sərf eləyirdi. Çünki buradan alanda, indi aldığımız mağazadan alanda baha olur. Amazondan alanda yəni böyüyünü almağa düşür, amma daha ucuz olur. Yəni bunu hesablayanda da hər pounduna görə, yəni çəkisinə görə hesablayır. Məsələn, 50 kiloluğa nə qədər pul verir və ya 20 kiloluğa nə qədər pul verir. Bunun 1 pounduna nə qədərə düşür? Məsəl üçün Amazondan alanda 1 poundu 1 dollara düşür, məsəl üçün. Buradan alanda 1 poundu 2 dollara düşür. Belə müqayisə edirlər. Bir də ki, ancaq yəni bu patioya, yəni bu balkona atır və quşlar yeyir. Bir də ki, yəni bu semiçkadır da, yəni bildiyimiz tumdur və qabıqsızdır. Hamısını atır ki, quşlar yesin. Yəni özünün quşları deyil, belə təbii quşlar gəlib orada yeyirlər. Belə. Gedir artıq evə. Və 3 gündür ki, LA-dəyəm. Richard'ın gəzdirdim, özüm də gəzdim. Burada olan dost-tanışla da görüşdüm. Richard'la getmişdik bir başqa şəhərə, biraz shopping elədik. Bir yarım saatdan sonra da çıxıram artıq
LA-yə qayıdıram. 3 gün Bostonda kifayət qədər gəzdim. Belə. Hər şey çox gözəl keçdi burada vaxtım, yəni gəldiyimdən. Yeah, me. Shooting video. So, okay. Gəldiyim günü bəlkə bir 6 saata yaxın birimiz Richard orada, mən burada oturub söhbət elədik. Yəni çox darıxmışdım həqiqətən və xeyli də söhbət elədim. Richard yəqin ki, əvvəlki videolarımı görüb bilər, yəni ilk başlarda çəkdiyim videolardan tanıyarlar. Belə, indi evi barədə çəkəcəm video, yəqin ki, bu videodan sonra qoyacam. Artıq gedirəm, bir yarım saatdan sonra aeroporta getməliyim. Bu qədər, izlədiyiniz üçün çox sağ olun, təşəkkürlər.